Qarabağ UEFA Çempionlar Liqasının play-off mərhələsində Newcastle-a qarşı keçiriləcək səfər maçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. Yenavaz.com Qafqaz Infoya istinadla xəbər verir ki, Ağdam təmsilçisi İngiltərəyə yollamamışdan öncə Misli Premyer Liqasının 21-ci turunda Neftçiyə qarşı keçiriləcək maçın təxirə salınmasını istəyib. Köhlən atlar bununla bağlı PFL-ə məktub göndərib. Çempionatın təşkilatçısı olan qurumda öz növbəsində razılıq üçün Neftçiyə müraciət edib. Lakin Bakı klubu Qarabağın bu istəyini geri çevirib. Neftçinin media üzrə koordinatoru Rüstəm Əfsərli də bunu təsdiq edib. Stat: Qarabağdan belə bir təklif gəlmişdi, amma biz bundan imtina elədik. Çünki komandamızın qarşısında hədəflər var, mövsüm sona yaxınlaşır. Həlledici mərhələyə qədəm qoyuruq. Bu hədəflərə uyğun olaraq da hazırlıq planı nəzərdə tutulub. Hər hansı maçın vaxtının yerinin dəyişdirilməsi planlara mənfi təsir göstərə bilər. Buna görə də fikirləşdik ki, oyunun təxirə salınması məqsədə uyğun deyil. Ən yaxşısı elə təqvimdə nəzərdə tutulan həftədə maçın oynanılmasıdır. Statın sonu. Qeyd edək ki, Neftçi Qarabağ görüşü fevralın 21-i saat 19:00-da keçiriləcək. Çempionlar Liqasının play-offunun cavab görüşü çərçivəsindəki Newcastle Qarabağ görüşü isə fevralın 24-dən 25-nə keçən gecə 00:00-da oynanılacaq.